Salam kanalımın dəyərli xanımları. Bugün qarşınıza qarışıq vloqla çıxmışam. Amma bunu da qeyd edim ki, bu vloq hardasa bir ay öncə çəkilib. Sadəcə olaraq heyfim gəldi silməyə, paylaşmaq istədim ki, əziyyətim boşa getməsin. Gördüyünüz kimi havalar artıq soyuyub. Mən də yavaş-yavaş başlamışam payız təmizliyini etməyə. Bundan sonraki videolar ard-arda təmizlik vloqu olacaq. Bilirəm ki, mənim təmizlik vloqlarımı çox gözləyirsiniz. Çox istəyirsiniz ki, o tərz vloqlar paylaşım. İnşallah bu vloqun ardınca başlayıram otaq-otaq evləri təmizləməyə. Əlbəttə ki, bu təmizliyi də sizinlə bir edəcəyik. Keçək vloqun tərkibinə. Deməli, xanımlar, mən indi sous bişirirəm. Bizim evdə sous tez-tez bişir. Həm qızım xoşlayır, həm də Tamerlana yedizdirə bilirəm deyənə bir gündə bir yemək bişirmək mənim üçün də rahat olur. Deyə bilərsiniz ki, elə bir gündə bir yemək bişirərlər, amma təəssüf ki, bizdə belə olmur. Bir uşaq bir yemək yeyəndə digəri o yeməyi yemir. Hələ yoldaşım evdə olanda bizdə gün ərzində 3 dəfə yemək bişir. Deməli, xanımlar, əvvəlcə soğanı qovururam. Soğan qovrulana yaxın toyuqları əlavə edirəm üzərinə. Toyuq su salıb, sonra öz suyunu canına çəkənə kimi bişirirəm. Toyuq da bişəndən sonra üzərinə kartoşkaları əlavə edib və sonra üzərinə su əlavə edib qoyuram bişməyə. Tam bişəndən sonra üzərinə göyərti əlavə edirəm. Bayaq gördünüz ki, yağ soğanın üstünə tomat əlavə elədim. Tomatı da ki, yağ soğanın üzərinə əlavə etməmişdən öncə bir qabda su ilə qarışdırıb, üzərinə ədviyyatlar əlavə edib və təbii ki, duzunu da əlavə edib atıram soğanın üzərinə. Ədviyyatlar da ki, sarı kök, istiot, duz, bəzən olur ki, bir az zəncəfil tozu da əlavə edirəm. Bu formada edəndə sous çox dadlı olur. Xanımlar, mən hər zamanki kimi səhər oyananda öncə yeməyi bişirirəm. Yemək bişəndən sonra başqa nə işim varsa onları edirəm. Elə yeməyi bişirmişdim ki, Leyla dedi ki, mən parka istəyirəm. Mən də razılaşdım, uşaqları da götürdüm, getdik parka. Onlar biraz əyləndilər, mən də sizin üçün vloq çəkdim. Xanımlar, növbəti gündür. Qızım neçə gündür deyir ki, sinif yoldaşım bizə gələcək. Böyük həvəslə sinif yoldaşının 2-3 gündür yolunu gözləyirdi. Artıq qızım üçün həmən gün gəlib çatdı. Mən də düşündüm ki, nə bişirim. Sonra qərara gəldim ki, onsuz da uşaqların ən çox sevdiyi yemək kartoşka qızartmasıdır və nagetsdir. Mən başladım yeməyi bişirməyə. Bişirərkən də Kəmalə gəlib çıxdı. Uşaqlar özləri üçün əyləndilər. Mən də ki, yeməyimi bişirdim.
Və xanımlar, artıq yemək bişdi. Uşaqlar əyləşdilər yeməyə. Onlar bir yerə yığışıb söhbət edə-edə yemək yeməkləri mənim o qədər xoşuma gəlir ki, haçan ki qızım məndən icazə alır ki, Kəmalə bizə gəlmək istəyir. Mən də deyirəm ki, əlbəttə ki, olar, gəlsin, oturun, əylənin, deyin, gülün, yeməyinizi də yeyin, gedin, oynayın. Onu da qeyd etmək istəyirəm ki, qızım özünə rəfiqə seçərkən mən buna çox diqqət edirəm və hər kəslə də icazə vermirəm ki, ünsiyyət qursun. Amma Kəmalədən xoşum gəlir. Çox tərbiyəli qızdır. Böyük, kiçik yeri biləndir. Özünü necə aparmaq lazımdır, çox gözəl bilir. Ən önəmlisi, çox tərbiyəli qızdır. Və xanımlar, dediyim kimi bu vloq bir ay öncə çəkilib. Səhərsi gün mənim bacımın ad günü idi və o məndə bir qab görmüşdü. İstəyirdi ki, onun üçün də alım. Axır ki, o qabı getdim, tapdım, aldım, getirdim. Amma ki, upakovkanı özüm elədim. Deməli xanımlar, bağladığım bu salafan gül buketinin salafanıdır. Mənə gül buket veriləndə hər zaman onun salafanlarını səliqə ilə söküb saxlayıram. Düşünürəm ki, bunu niyə atmalıyam ki? Gül kimi salafandır. Bunun bir dənəsini 1 manata satırlar. Evdə səliqə ilə saxlayıram. Hədiyyələri upakovka edəndə istifadə edirəm. Düşünə bilərsiniz ki, çox cimriyəm, amma bu əsla belə deyil. Məni yaxından tanıyanlar bilir ki, qətiyyən cimri insan deyiləm. Sadəcə olaraq başqalarının ata biləcəyi əşyaları mən hər zaman özümdə gözdən keçirirəm və düşünürəm ki, bu hardasa mənə lazım olacaq. Elə də olur, hər zaman lazım olur və götürüb istifadə edirəm. Əgər mən bu salafanları atmış olsaydım, indi dükan-dükan gəzib axtarıb pul verib almış olacaqdım. Amma görürsüz, saxlamaq necə işmə yaradı. Və xanımlar, hədiyyəm də hazır. Yoldaşımın da nənəsini götürüb düşdüm yola. Düzdür, ad günü keçirtmirdi. Amma biz keçirtsək də, keçirtməsək də bir-birimizin evinə hər zaman gedirik. Keçirtməməyinin də səbəbi o idi ki, həmən gün bacım toya gedirdi. Yemək yedi, çay içdi. Hər kəs getdi mətbəxə. Mən də Tamirlanı yatırtdım. Dedim ki, biraz tör-tökünə baxım, sonra gedərik evə.
və biraz tör-tökünə baxandan sonra kofe düzəltdim ki, biraz içim. Gün ərzində ən az 2 dəfə kofe içirəm. Ziyan olduğunu bilirəm, amma ki, kofesizdə günümü keçirdə bilmirəm. Normalda mənim davleniyam çox aşağı olur. Kofeni içirəm ki, stabil saxlasın. Bunu da görürsüz də. Bacım ona yatmaq üçün kresloya kimi alıb, amma o yerdə yatmağı tərcih eləyir. Bu da ki, pişiyin yeməkləri. Hər gün siveji alır ki, pişik yeməkdən atqaz eləməsin. Bunu da pişiyin qumuna səpir ki, qumdan lavanta qoxusu gəlsin. Və xanımlar, artıq hava qaralmışdı, biz qayıdırıq evə. Evə qayıdan kimi uşaqları yerbeyer eləyirəm, yatırlar. Və sizi üçün həmişəki kimi 1 saniyə, mənim üçün 1 gün keçir ki, səhər açılır. Və biz çıxırıq evdən, karqom gəlib, gedirik ki, karqonu götürməyə. Bunu hamam otağı üçün sifariş vermişəm. Çox yaxşı gəlib. Hətta birini də sifariş vermək istəyirəm. Bu USB ilə çalışan aparatdır, diş şotkalarını mikrobdan təmizləmək üçündür. Bunların ucuzlusu da var, bahalısı da var. Təbii ki, seçim sizindir, amma ki, bahalının funksiyası odur ki, diş şotkalarını steril saxlayır. Knopka ilə çalışır, knopkadan istifadə edən zaman diş şotkanın üzərindəki mikrobları öldürür. Mən özüm bahalı olanı götürdüm, çünki Temu mənə endirim kodu vermişdi. O endirim kodu ilə tam yarı qiymətə götürdüm. Buradan qiymət deyə bilmirəm, çünki Temuda qiymətlər tez-tez dəyişir. Və xanımlar, mənim əsas gözlədiyim kargo buydu. Bunu hamam otağı üçün sifariş vermişdim. Üz təmizləmə məhsullarını bunun üzərinə yığmaq üçün. Amma şəkildə gördüyüm daha böyük və bu əlimdə gördüyünüz şüşə materialından idi. Amma mənə gələn plasmas bir materialdır. Boyut olaraq da şəkildə gördüyümdən balacadır. Amma ümumi vəziyyəti normaldır. Qiyməti isə baha idi. 50 manat qiyməti var idi. Mən isə yarı-yarıya endirimlə əldə etmişəm. Bura kimi mənə baxdığınıza görə təşəkkür edirəm. Gələn videoda görüşərik.